o xanımla hələ o tanınmırdı. Mən bir iki il bundan qabaq bir məclisdə oldum elə. Mən xanım olaraq Bəli. mən utandım ondan bir məclisdə iştirak eləməyə. Kamalə Günəşlə Bəli. bir məclisdə iştirak etməyə utandınız. Bəli. Niyə? Demirəm də oralarını. Sən çox dərinə getmə. Yəni bu mənim fikrimdir. Sən soruşsan mən də deyirəm. Bu mənim öz fikrimdir məsələn. Sizi Kamalə Günəşli ilə bir verilişə çağırsalar. Hətta o videodan kimsə çəkib göndərmişdi ki, belə mən üzümü belə çevirirəm bu tərəfə belə. Belə utanırdım, xəcalət çəkirdim. İndi Arzu xanım, sizi bir verilişə çağırsalar, əsla getməzsiniz. Getməzsiniz. Tamam. Bəs sizi öncədən ödənişli şəkildə deyərlər ki, Kamalə Günəşli ümumi toy aparır, sizlə bərabər. Getdiyiniz qiymətin 2 qatını verirəm. 20.000 pul verirəm. Gedərsinizmi? bu mənim işimdir, çörəyim. Təbii ki gedib oxuyub pulumu alıb çıxıb gələcəm. Bəs yəni tam bir insanla bir səhnədə olmağa bu qədər utanırsınızsa 20.000-ə niyə yox demirsiniz? Təbii ki ehtiyac var orası ilə də. Ancaq bir xanım olaraq dedim mən. Başa düşdünsən mən nə deyirəm? Hə. Mən bir xanım olaraq mən utandım. Bunu istəyirsən yəni deyim. Yəni çəkinmirəm də mən utandım. Vəssalam. Və Arzu Qarabağlı ilə münasibətiniz necədir? Kim? Arzu Qarabağlı. Çok güzel, çok güzel. Ay. Sənəti özü çok güzel xanımdır. Ben bağrıma basıram, çok sağ olsunlar. Ha, lap yaxşı. Demək, elə söz dedi ki, sualımı vermək istəmədimi? Ne oldu? Heç nə, Arzu xanım, sizin haqqınızda danışdır. Salamını almayasınız mı? Salamlayıram. Əlbəttə ki salamlayıram. Salam Allah salamı. Mənim onunla heç bir münasibəm yoxdur. Və çox gözəldir deyir münasibətimiz. Yox, mənim onunla nə münasibətim olasıdır ki? Bir münasibətiniz yoxdur? Yox, nə münasibətim olasıdır ki ondan mən. Bir dəfə demirəm toya düşmüşük, onda da belə. Mənim onunla nə münasibətim olasıdır ki? Sənət münasibət. Ay bala, sənət dedikdə hamı bir-birinə münasibət olası deyil ki. Ha. Sənin bir başqa şeyin yoxdur, Zaur. Biz Arzu xanımla Ben onunla Lənkəranda münasibət toya var. düşmüşük. Yəqin Bir dəfə masallıydı, bilməm. Ha, bircə dəfə Masallı. görürsünüz Arzu xanıma. Bircə dəfə düşmüşük, amma çox gözəl müsbət ötürmüşük də birbirimizə. Yəni ki, çox gözəl olur. Yəni salamlaşmışıq, Amma söhbət eləmişik. sizin müsbət ötürmüşük bir-birimizə deyəndə siz hər halda Arzu xanımdan çox gözəl enerji almışsınız. Bəli, Müsbət enerji bəli, almışsınız. bəli. Amma bu qarşılıqlı olmuyor. Olsun valla. İndi qarşılıqlı ola bilməz ki, məcbur deyil. Nə deyə bilərəm? Tamam. Şu, Heç nə, istəmirəm mənim bugün fikrimdir, bir vəssalam. söz söhbət olsun. Amma Arzu xanımla mənim heç bir Arzu xanım necə deyim, illərin sənətkarıdır. Çox gözəl xanımdır, eyni zamanda da sənəti də böyüdür. Mən nə deyə bilərəm ki, mən bəyənmirsə bu normal bir şeydir. Çünki Arzu xanımın sənəti başqadır. Mən istirad oxuyamayam, o sənəti başqadır. Nə bəyənməyə bilər. Bu normal bir şeydir.